Sabah xeyir dostlar, necəsiniz? Vəziyyət nədərdir? Gəlin burada bir yazıya fikir verək. Dünənləri bir balaca başım ağrıdı deyənə qrafika yaxın getməmişəm, amma axşam vaxtı skrin eləmişəm. Diqqətlə baxaq. Saat 23 neçədir? 23:25-dir. Görsün ayrı vaxt. 23:25 saat və 23:25-də bunlar qrafik müzakirə edirdilər. İndi keçib qrafikə sizə göstərəcəm. Diqqətlə baxın, bu da mənim yazımdır. Deyirdilər ki, 4947-yə gəlib düşüş verəcək. 947 nə deyirdilər? Mən isə onlara belə yazdım. Yazdım və bir 5 dəqiqədən sonra çıxıb getdim. Mən orada deməli yazdım 4900, indi qrafikədə baxacaq 30. Bax, diqqət et. 4960-dır gedəsi yer. 4967. Son rəqəm 67 oldu dünənə. Baba, diqqət fikir verin. Baxın. İndi isə keçirib qrafika baxmağa. Saatı da görürsünüz də skrində eləmişəm. 23:25. Nöqtə vermişəm, nöqtə. Və verdiyim nöqtələr də məndə. Tələbələr də bilir. Plus minus, dəqiqə. Plus minus 20 pips. Yəni 20 pips qalmış dönür, 20 pips o yerə qalmış tez də dönə bilər və yaxud da 20 pips hardasa gec də dönə bilər. Təqribən. İndi bir şey diqqət yetirək, gəlin. 4960. İndi qrafikə keçəcək, baxın. 4960 və 67 arasında 70 pips fərq var. Görsünüz. Diqqətimizi gətirib. Verdimi 3 dənə nöqtə atış? Nöqtə atış deyirsə, sol tərəfdə heç nə yoxdur ki, analiz eləyəsin. Heç nə. Səhralıqdır. Keçirik, indi videonu çəkəcəm. Keçirib baxaq. Dostlar, indi biz qrafika baxırıq. 1 dəqiqə qoymuşam. İndi gəlin biz birinci vaxtı tapaq. 23:25-də. Dəqiqə. Diqqətlə oturun, baxın. Eyni vaxtda bax, buranın vaxtı mənim vaxtımdan eynidir dostlar. Yəni mənim üçün New York vaxtı zaten heç elə bir şey mən vecimədədir. 25. 23:25 qrafik düşüşdə idi. Və bu zaman mən onu yazanda 10 dənə artı 15 dənə belə adamlar vardı. Bəlkə də fikirləşirdilər ki, hələ bu gicdi nədir, bu axmaqdır, nədir? Hələ qrafik üzü düşüşə gedir, buradan belə gedəcək. Bu gicdi yazıb 4930, 4900 belə deyək də 4967, 4900 60. İndi mən bir dəqiqə bax, buradan belə bir instrumenti götürürəm. Qoyuram ora, hamısını bir getirəcəm. Yazaq burada koordinat 4930. Bir dənə də 4960. Dört bin 967. Baba. İndi baxacaq. İndi nöqtə atışlara baxacaq, görəcəksiniz nöqtə atışları nədir. Gəlin baxaq. Burada idi qrafik üzü düşüşə getirdi vaxtı göstərdisə. Mən deyirəm 4930. Burada nədir? Gəlin bax bunu götürək. Bir də bu işarəni ki, maqniti də qoşmuşam. Kəlləsini ataq bura. Maqnit çəksin. 4924 deyirlər, bu boşdur da pilədi getdi bəlkə də.
boş-boş danışdı. Mən niyə ona dedim? Onlar fikri vardı ki, 4947-dən girsinlər. Gibi düşüşü orada gözləyəcəkdilər, güclü düşüşlər. Baxın, 4924. Düzdürmü? Qiymət gəldi. Hara gəldi? Baba, buranın maksimumuna koyuram. Sonradan. 4928. Mən nə demişəm? Plus minus 20 pips. Plus minus 20 pips. 30 ilə bunun arası. Çünki elə vaxt olur ki, biraz qalmışdı dönür. Plus minus, yəni üstə gəlmə çıx 20 pips arasında. Məsafə. 28. Bu işi işləndi. Kimsə bilmirsə bilsin. Baba, hələ canlıda mən ona görə skin elədim ki, son deyəcəz ki, bundan o vaxtı çəkdiyim video, nə biləysən demişdin, deməmişdin, ki yazanlar olur. İndi baxaq, onlar girmək istəyirdi 47-dən. Fikir ver, 40. 47-yə 70 pips var. Mən onlara yaxşılıq mənasında yazdım. İndi soruşsan ki, bunlar həmən vaxt əməliyyata giriblər, 60'da, tam 30'da geldi, stop oldu da, bu dəqiq 30'da bunlar girməliydi. 60'da və 67'də giriblər, deyəcəklər yox. Niyə? Çünki PUBG sizə balans göstərmir. Ona görə siz fokuslanırsınız balanslara, fokuslanmırsınız ki, mövzu öyrənin, mövzu. PUBG-nin analizinə ehtiyac yoxdur, kiməsə sübut eləsin onu. İndi baxaq. Tutalım ki, gəlin belə götürək, bu alınmadı. Bunun üstündə bir dənə X çəkdim. 3 dənəsə nə demişəm? 3 dənə. Yuxarı qalxışda 2 yerdən sən düşüş gözləyə bilərsən. Mənsə 3 elədim buna. 3. İndi baxaq. Bu əslində 20-30 plus minus bu yerinə yetib. Qiymət gəlib, baba, böyüdürəm. Özdə M1 ilə baxıram, ha, M1. Görürsünüzmü? Bir damcı baba öz 60 həll olundu mu? Gördünüz mü? Bax. Sol tərəfdə için yoxdur, ama baxacağım. Açıb baxa bilərsiniz, qızıldır. Ha, qızıldır. Göz. İndi ataq görə nə qədər qalmış bunun kəlləsində maqnit atıram. 59-78. Baba. Görürsünüzmü? Minlə min. Düşdü mü? Düşüş nə qədər düşüş verdi? Növbəti bu hissəyə kimi. Niyə bu hissəyə kimi? Burada işarəm gedir mənim. Göy rəngdə. Baba, ona görə bu hissəyə kimi düşüş verdi. Düz buradan vurur. 31'də. Buradan qalxışı gözləmək olardı, əlbəttə olardı. O zaman bütün işarələri yığışdırmışam. Sonra içəri giriş verdim. 63'dən düşüş verdim. Düzdürmü? Fərq yoxdur. Bu qədər verdi, o qədər verdi, nə qədər verdi, düşüş verdim. Sonra gəldi növbəti dəfə hara? 67. Yine bunu da kəlləsinə koyacağım maqniti. 67-19'dan düşdüm. Maqnitle çəkdim, koydum düz kəlləsinə, göz. Və siz elə bildiniz ki, PUBG Trader buradan buna arasın demişdi, 60'da 67'də düşüş. Yo, PUBG nöqtələri vermişdi. 4930, 20-30 pips arası. Ondan sonra gələcək 4960'a. Ondan sonra gələcək 4967'ye. Niyə PUBG 4967'den sonra rəqəm yazmadı? Saat neçədə olub bu? 05:00. Saat neçədə olub? 03:11. Bu saat neçədə olub? 00:23. Gördünüz mü? Mən isə bu dəqiqə yuxudan durmuşam. Keyflə yatırım, keyflə durum. 09:18 eyni vaxt. Göz ötücü plus 4. Yoxsa mən hərrəmirəm.
Hansı vaxt? Vaxtla da işləmirəm. İndi deyəcəz ki, sifariş bloku, nə bilim, heç sən orada, burada ölçü atsan, heç Fibonacci həmən yerləri vermir. Mənim analizimə kiməsə sübut eləmək, kiməsə göstərmək ehtiyac etmək, onlara yaxşılıq eləmək mənasında 3 dənə nöqtə verdim. Necə ki, bundan əvvəlki videoda çəkmişdim. Əvvəlki bir videoda var, girmişdim, qızla oğlan idi orada. Onlar analiz edildilər ki, aşağı düşəcək, yuxarı düşəcək. Fikirləşirdilər ki, aşağı düşəcək. Mən yuxarıdan 3 dənə nöqtə vermişdim və sonra da növbəti gün onların hamısını bir-bir çəkib göstərmişdim ki, hansı yerlərə toxunur, düşür. Nöqtələr vermişdim, nöqtələr. Necə ki, mənim yanıma gəlib kömək istəyən insanlar vardı ki, xahiş edirəm filan kəslərin bana canlısında mən çox açır əməliyyatı. Mən də bilmədim, açdım, xahiş edirəm. Olan qalan 50, 100. İndi mən bunun əvvəlki videoda çalışıb manat dedim, amma dollar idi. Olan qalan pulum qalıb, xahiş edirəm, onları atır, onların nöqtələri verdim. Bu dediyim yerlər plus minus 20 pips girdin, 30-40 pips də sənin stopundur. Təqribən tepem filan qədər olacaq məsəl. Tepeni baburacan verəcəkdim. Filan qədər lotla girirsən. Girdim burada, növbəti girişim buradır. Da buranı demirdim. Qrafik bura geçsə də vecmədir. Növbəti girişin sənin buradır, məsəl üçün. 2-3-ünə kömək eləyəcən, dardı bobillərini gətirirlər dostlarını ki, xahiş eləm, buna da kömək elə, ona da kömək elə. Mən artıq hamıya köməyə bağladım, yox da heç kimə kömək. Kim bilmək istəyir, öyrənmək istəyir, üsulu 5 nəfər. Gəlib müraciət eləyər. Ödəniş eləyər, götürər, öyrənər. Nöqtə atış buna deyirlər. Buradan bura mən 80 dənə pay verib gəlməmişəm bura. Deməmişəm, bu giriş buradan girirsə, buradan bura düşüşdür. Buradan girirsən, buradan bura düşüşdür. Elə yazılmayıb orada. Orada 3 dənə rəqəm. 4930, 4960, 4967. Aralarında 70 bir fərq var. Ona görə sizə vurğuladım ki, siz elə biləcəksiniz ki, giriş buradan, stop buracandır. Yox. Bu ayrı rəqəmdir. Bu ayrı rəqəmdir. Bunun stopu ayrıdır, bunun stopu özünün ayrıdır. Nöqtə atış elədir. Üçündən mən o dəfə videoda ən azından ikisi işləməlidir. Və yaxud da qrafik buradan girəndə bay. Əgər mənim ölçüdə başqa bir rəqəmim dursaydı burada, mən burada stop olsaydım, gözləyəcəkdim növbəti bir yerə. Fikir ver, buradan buranın arasında məsafə nə qədərdir, nə boydadır? 30-dan 60 arası 300 pip fərq var. Mən hər dəfə burada bay və yaxud da sel 20 pipsdən bir və yaxud da 30 pipsdən bir verməyəcəkdim. Gözləyəcəkdim ki, buna yaxın yerlərdə versəm verərəm. Mən bu analiz metodunu güclü balansı olan insanlardan öyrənmişəm. Fonda oturan yox, milyonlarla balansı olan insanlardan. 2 nəfərdən. Onlar da cüzü mənə 2 saat başa saldılar, çıxdılar, getdilər. Dedilər, filan şeylər tapırlar. Güc balayla axtarmışım. Güc orada tapıb bu analiz üsulunu öyrənmişəm. Hansı ki, illərlə həmişə köməyivə çatacaq. Həmişə. Alıcı və satıcını bazarda strategiya yoxdur. Bazarda var alıcı, var satıcı, var market maker. Sən özün spotda alış eləyəndə sual ver özünə. Baxırsan mı, çoxdur, boşdur, nədir? Yox. Ömrü boy baxmısan. Hansı biri future götürür, spotda alış eləyəndə gedib baxır ki, burada çox verdi, yoxsa box verdi, burada nə verdi, burada görüm nədir, burada AMD-dir, burada nə bilim nədir. İndi mən söz gəliş edirəm. AMD bilicdə nədir? Qalxır, götürür likvidliyi, sonra düşüş gəlir. Və yaxud da burada sifariş blokudur, burada satım, burada alım. Kim
Gedin bir en azından 100 adamdan soruşun. Görün neçəsi eləncə işləyir. Yəni, paxıl insanlar like vurmayacaq ki, lazımdır. Mən sizə görürsünüzmü? Nöqtə atış budur. Plus minus 20 pips. Bura çatana yaxın 20 pips sat. Uca əməliyyata girirsən yavaş-yavaş. Eləncidir burada. Buradan bura deyə bilərsən, bu gəldi sifariş blokuna dəqiqdir, ona görə düşdü. Burada nə sifariş bloku var, nə, heç nə, quru səhradır, qızıldır. Tarixli görürsünüz. Kimlərsə elə bilməsin ki, ilk maksimumuna çatanda tək o analiz edib tapa bilir. Təqribi hardan dönə bilər. Onu bilsinlər ki, ondan başqaları da var. Milyonlarla balansı olan insan mənə bir dənə söz dedi. Dedi, bazarda strategiya yoxdur. Gülə-gülə. Bazarda alıcı, satıcı, market maker var. Sən bu üçünü analiz eləyə bildinsə, bazar sənindir. Qalan bu strategiyalar hamısı ona görə yaradılıb ki, insanların fikri 100 yerə yayındısında. Onlar 47'də oturmuşlar. 4947'də deyirdilər ki, indi onların öz analiz üsulu var, onu hörmətlə yazır. 4947'də girmək fikirləri vardı. Gəlin baxaq, 4947'də bax girirdilər. 4947'də girmək fikirləri vardı. Amma onlar yaxşılıq eləyərək, hələ gözmü buralarda olanda, onlara 4930 verdim, 4960 verdim, 4967 verdim. 4930'da tutalım götürək dəqiqindən girdilər. Yüngül var $5 stop oldu, 4960'da kazandılar və 67'də kazandılar. Bu da 3 nöqtənin ikisinin dəqiq işləməyi, amma hər adam bacarmır onu. Hələlik. Şimdi gördünüz mü?